Hamıya salam. Bugünkü videoda koordinatlar sistemi mövzusundan 9-cu sinif buraxılış imtahanına düşmüş sualların izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. A və B nöqtələri arasındakı məsafə nə qədərdir? İki nöqtə arasındakı məsafənin düsturunu yazaq. R bərabərdir kök altında x1 çıx x2-nin kvadratı üstəgəl y1 çıx y2-nin kvadratı. Verilənləri yerinə qoyub hesablayaq. -1 çıx 7-nin kvadratı üstəgəl 0 çıx 6-nın kvadratı. -8-in kvadratı 64, -6-nın kvadratı 36. Kök altında 100. Cavab olur 10 B variantı. İkinci sual. A nöqtəsi ilə OX oxuna nəzərən simmetrik olan nöqtənin koordinatlarını tapın. İki nöqtə OX oxuna nəzərən simmetrikdirsə, onların x koordinatları bir-birinə bərabər olur, y koordinatlarının işarəsi isə əks olur. Onda A nöqtəsi ilə OX oxuna nəzərən simmetrik olan nöqtənin koordinatları -2, -7 olacaq. X-i olduğu kimi saxladıq, y-in işarəsini dəyişdik. Cavab D variantı. Üçüncü sual. A və B nöqtələri arasındakı məsafəni tapın. İki nöqtə arasındakı məsafəni tapmaq üçün böyük olandan kiçik olanı çıxmaq lazımdır. -2,7 çıxılsın, -7,8. Cavab olur 5,1. Y variantı. Dördüncü sual. Ədəd oxu üzərində A və B nöqtələri arasındakı məsafənin 5 mislini tapın. İlk öncə məsafəni tapaq. Böyükdən kiçiyə çıxırıq. -2,8 çıxılsın, -5,9. Cavab olur 3,1. Bu məsafənin 5 misli isə 3,1 olsun 5-ə bərabərdir. Yəni 15,5. Cavab B variantı. 5-ci sual. Ədəd oxu üzərində A və B nöqtələri arasındakı məsafəni tapın. Böyükdən kiçiyə çıxırıq. -2 çıxılsın, -7,3. Bərabərdir 5,3. Variantlarda cavablar mənfi ilə verilib. Amma məsafə heç vaxt mənfi ola bilməz. Ona görə də cavabımız 5,3 olur. 6-cı sual. A və B nöqtələri arasındakı məsafəni tapın. İki nöqtə arasındakı məsafənin tapılma düsturunu birinci çalışmada yazmışdım. Həmin düsturda yerinə qoyub məsafəni hesablayaq. -8 çıxılsın, -3-ün kvadratı üstəgəl 4 çıxılsın 5-in kvadratı. -8 üstəgəl 3, -5-in kvadratı 25, üstəgəl -1-in kvadratı 1. Cavab kök altında 26. C variantı. 7-ci sual. A və B nöqtələri arasındakı məsafənin 3 mislini tapın. 2 çıx 5-in kvadratı üstəgəl 7 çıx 11-in kvadratı bərabərdir. -3-ün kvadratı 9, -4-ün kvadratı 16. Məsafə olur kök altında 25, 5. Məsafənin 3 misli olacaq 5 vur 3, 15. Cavab Y variantı. 8-ci sual. ABCD kvadratının təpə nöqtələrinin koordinatları ACD olarsa, B nöqtəsinin koordinatlarını tapın. Nöqtələri koordinat sistemində təqribi olaraq qeyd elədim. Bu nöqtələri xətlərlə birləşdirək. Kvadrat olması üçün nöqtə burada yerləşməlidir. Buranın da koordinatı olur. A-nın x-i ilə eyni, C-nin isə y ilə eynidir. A-nın x-i 4 idi. C-nin y koordinatı -1. Deməli, B nöqtəsinin koordinatı olur 4, -1. 9-cu sual. A və B nöqtələri OY oxuna paralel olan düz xəttin üzərindədirsə, A-nı tapın. OY oxuna paralel olan düz xətt OX oxuna perpendikulyar olur. A və B nöqtələri isə buralarda yerləşir. Və buradan belə bir nəticəyə gəlmək olar ki, A və B nöqtələrinin apsisləri eynidir. A-nın apsisi 7-dirsə, B-nin də apsisi 7-yə bərabər olur. Deməli, A-nın qiyməti 7-yə bərabərdir.
Cavab B variantı. 10-cu sual. A və B-nin orta nöqtəsi apsis oxunun müsbət yarımoxonunda yerləşərsə, K-nı tapın. Apsis oxunun müsbət istiqaməti buradır və apsis oxunun üzərində yerləşir. Deməli, x-i sıfırdan böyük, y-i isə sıfıra bərabər olmalıdır. İlk öncə A və B nöqtələrinin orta nöqtəsinin koordinatlarını tapaq. 6k çıx k kvadratı üstəgəl 6k çıx 32 bölünsün 2 bərabərdir. Mənfi k kvadratı üstəgəl 12k çıx 32 bölünsün 2. Bu ifadə sıfırdan böyük olmalıdır. Mənfi k kvadratı üstəgəl 12k çıx 32 böyükdür 0. Hər tərəfi mənfiyə vuraq. K kvadratı çıx 12k üstəgəl 32 kiçikdir 0. Hasili 32 cəmi mənfi 12-dən ədədlər x çıx 8, x çıx 4-dür. İntervallar üsulu ilə həll eləyək. 4, 8. 9 qoysaq müsbət. 4 ilə 8 arasına 5 qoysaq mənfi, müsbət. Bizdə mənfi aralığı soruşur. 4, 8. Deməli, K 4, 8 aralığına daxil ola bilər. İndi isə orta nöqtənin ordinatını tapıb sıfıra bərabər eləmək lazımdır. Y bərabərdir. K kvadratı üstəgəl 10 çıx 7k. Bərabər olmalıdır sıfıra. Hasili 10, cəmi 7 edən ədədlər 2 və 5-dir. Bu hissədə tapmışdıq ki, K daxil olmalıdır 4-8 aralığına. Deməli, 5 doğru cavabdır. 2 bu aralığa daxil olmadığı üçün bunu doğru cavab olaraq götürə bilmərik. Cavab olur 5. 11-ci sual. Mərkəzi O koordinat başlanğıcında olan iki çevrə uyğun olaraq A və B nöqtələrindən keçir. AOB bucağının sahəsini tapın. Koordinat sistemini təsvir elədim. A, B nöqtələrini şəkildə qeyd elədim və burada AOB düzbucaqlı üçbucağı alındı. S bərabərdir. 2-də 1 vurulsun. Bu məsafə 6 olur. Bu məsafə isə 4-ə bərabər olur. Düzbucaqlı üçbucağın sahəsi katetlərin hasilinin yarısına bərabərdir. 6 vur 4 vurulsun 2-də 1. Cavab 12. 12-ci sual. OX oxuna nəzərən M nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. OX oxuna nəzərən simmetrikdirsə, X-i saxlayıb Y-in işarəsini dəyişirik. -3, -5. C variantı. 13-cü sual. Koordinat müstəvisində ABCD kvadratının ABC təpələri verilmişdir. D təpə nöqtəsinin koordinatlarını tapın. Əvvəlki tapşırığı ilə oxşardı. Nöqtələri koordinat sistemində təsvir elədim. Bu fiqur kvadratdır. Bu nöqtələri birləşdirək. Bura olur D nöqtəsi. D nöqtəsinin koordinatları -2, -3'dür. Cavab Y variantı. 14-cü sual. A və B nöqtələri C nöqtəsinə nəzərən simmetrik olarsa, A və B-nin qiymətini tapın. Deməli, C, AB parçasının orta nöqtəsidir. Orta nöqtənin koordinatlarının tapılma düsturunu yazaq. Bərabərdir. A üstəgəl 0 bölünsün 2. Bu bərabərdir 1-ə. A bərabər olur 2-yə. Y bərabərdir 2 üstəgəl B bölünsün 2 bərabərdir 0-a. B bərabər olur -2-yə. Doğru cavab variantlarda qeyd olunmayıb. 2, -2. 15-ci sual. Çevrənin radiusunu tapın. İlk öncə bunları tam kvadrat şəklində yazaq. X kvadratı çıxılsın 6x-i 1 yazaq. X çıx 3-ün kvadratı üstəgəl Y kvadratı üstəgəl 12y-i də 1 yazaq. X üstəgəl 6-nın kvadratı. Bura 9, bura 36 əlavə elədim. Ümumilikdə ifadənin sol tərəfinə 45 əlavə elədim ki, tam kvadrata ayıra bilim. Onda sağ tərəfinə də 45 əlavə edirəm. Daha sonra bu 4-ü keçirirəm sağ tərəfə.
olur 49. Bərabərdir 49. İfadənin sağ tərəfindəki ədəd radiusun kvadratına bərabərdir. R-in kvadratı 49-dursa, R 7-yə bərabər olur. Cavab Y variantı. 16-cı sual. Çevrənin radiusunu tapın. Burada da eyni ilə kvadrata ayırma üsulundan istifadə edəcəyik. X kvadratı çıxılsın 12x-i 1 yazaq. X çıx 6-nın kvadratı üstəgəl. Y kvadratı üstəgəl 6y. Y üstəgəl 3-ün kvadratı bərabərdir. Bura 36, bura 9 əlavə elədim ki, tam kvadrata ayıra bilim. Ümumilikdə bu tərəfə 45 əlavə elədim. Burada 45 əlavə edirəm və bu 4-ü bura keçirdirəm. Burada olur 49. Bərabərdir 49. R-in kvadratı 49-dursa, R 7-yə bərabər olur. 17-ci sual. Çevrənin tənliyi verilmişdir. Bu çevrənin OY oxunu kəsdiyi nöqtələrin koordinatlarını tapın. Çevrə OY oxunu kəsirsə, həmin nöqtənin X koordinatı 0-a bərabər olmalıdır. X-i yenə 0 yazıb ifadəni hesablayaq. Y çıx 5-in kvadratı bərabərdir 144. Y çıx 5 bərabərdir 12. Y çıx 5 bərabərdir mənfi 12. Y bərabərdir 17. Y bərabərdir mənfi 7. Nöqtənin Y koordinatlarını tapdıq. X koordinatları isə 0-a bərabər idi. 0, 17, 0, mənfi 7 olur. 18-ci sual. Tənliyi ilə verilən çevrənin diametrini tapın. Belə bir ifadə verilirsə, sağ tərəfdəki ədəd çevrənin radiusunun kvadratına bərabər olur. Çevrənin radiusunun kvadratı 49-sa, radius 7-yə bərabər olur. Diametrdə 2 radiusa bərabər olduğuna görə 2 vur 7 cavab olur 14. 19-cu sual. Mərkəzi M olan və A nöqtəsindən keçən çevrənin tənliyini yazın. Çevrənin tənliyini yazmaq üçün bizə mərkəzin koordinatları və radiusun uzunluğu lazımdır. Mərkəzin koordinatlarını bilirik. İndi isə radiusun uzunluğunu hesablayaq. Mərkəzin koordinatı M-dir və bu çevrə A nöqtəsindən keçir. Deməli, M və A nöqtələri arasındakı məsafəni hesablasaq, radiusu tapa bilərik. R bərabərdir kök altında 1 çıx mənfi 3-ün kvadratı üstəgəl 5 çıx 4-ün kvadratı bərabərdir. 1 çıx mənfi 3, 4, 4-ün kvadratı 16, üstəgəl 5 çıx 4, 1, 1-in kvadratı 1. Kök altında 17. Bərabərliyin sağ tərəfində radiusun kvadratı yazılır. Radiusun kvadratı isə 17-yə bərabərdir. Deməli, doğru cavab olur A variantı. 20-ci sual. Mərkəzi M nöqtəsində olan və B nöqtəsindən keçən çevrənin tənliyini yazın. Eyni ilə əvvəlki tapşırıq kimi yazırıq. M və B nöqtələri arasındakı məsafə radiusun uzunluğuna bərabər olur. R bərabərdir kök altında 1 çıx 1-in kvadratı üstəgəl 5 çıx 7-nin kvadratı. Kök altında bu 0 edər. 5 çıx 7 mənfi 2-nin kvadratı 4. Bərabərdir 2-yə. Bizə radiusun kvadratı lazımdır. Radiusun kvadratı da bərabər olur 4-ə. Cavab olur B variantı. Əslində B ilə Y variantı eynidir. 21-ci sual. Çevrənin diametrinin uc nöqtələrinin koordinatları -4, -1 və 4, 5 olarsa, çevrənin tənliyini yazın. Bizə çevrənin tənliyi yazmaq üçün çevrənin mərkəzinin koordinatları və radiusun uzunluğu lazımdır. Çevrənin mərkəzi diametrin orta nöqtəsidir. Deməli, çevrənin mərkəzinin koordinatlarını tapmaq üçün orta nöqtənin koordinatlarının tapılma düsturundan istifadə edəcəyik. X bərabərdir -4 üstəgəl 4 bölünsün 2, 0. Y bərabərdir -1 üstəgəl 5 bölünsün 2, 2. Mərkəzin koordinatları olur 0, 2. İndi radiusun uzunluğunu tapaq. Bu nöqtələrdən biri ilə mərkəz arasındakı məsafə radiusun uzunluğuna bərabər olur. R bərabərdir kök altında -4 çıx 0-ın kvadratı üstəgəl -1 çıx 2-nin kvadratı bərabərdir. Kök altında 16 üstəgəl -3-ün kvadratı 9. 5
Radiusun kvadratı olur 25. Çevrənin tənliyi x çıx x0-ın kvadratı üstəgəl y çıx y0-ın kvadratı şəklində yazılır. X0 sıfıra bərabərdir. Ona görə x kvadratı qalır. Y0 isə 2-yə bərabərdir. Üstəgəl y çıx 2-nin kvadratı olur. Bərabərdir 25. Cavab Y variantı. 22-ci sual. Diametrin uc nöqtələri 5, -3 və -3, 3 olarsa bu çevrənin tənliyini yazın. Yenə bu nöqtələrin orta nöqtəsinin koordinatlarını tapaq. X bərabərdir -3 üstəgəl 5 bölünsün 2. Y bərabərdir -3 üstəgəl 3 bölünsün 2. Mərkəzin koordinatları oldu 1, 0. Bu nöqtə ilə mərkəz arasındakı məsafəni tapsaq, radiusu tapmış olarıq. R bərabərdir kök altında 5 çıx 1-in kvadratı üstəgəl -3 çıx 0-ın kvadratı bərabərdir. 5 çıx 1 4-ün kvadratı 16, -3-ün kvadratı 9. Kök altında 25, radius olur 5. Əvvəlki çalışmada qeyd etdiyim kimi, çevrənin tənliyi x çıx x0-ın kvadratı üstəgəl y çıx y0-ın kvadratı bərabərdir r kvadratı şəklində yazılır. X0-ın qiyməti 1-ə bərabərdir. X çıx 1-in kvadratı üstəgəl y0-ın qiyməti 0-a bərabərdir. Üstəgəl y kvadratı bərabərdir 25. 23-cü sual. Çevrənin ən uzaq iki nöqtəsinin koordinatları A və B olarsa bu çevrənin tənliyini yazın. Çevrənin ən uzaq iki nöqtəsi onun diametrinə bərabərdir. Diametrin orta nöqtəsi isə çevrənin mərkəzi olur. Mərkəzin koordinatlarını tapaq. X bərabərdir -5 üstəgəl 3 bölü 2 -1. Y bərabərdir -2 üstəgəl 4 bölü 2 1. Mərkəzin koordinatları oldu -1, 1. A nöqtəsi ilə O nöqtəsi arasındakı məsafəni tapıb radiusu hesablayaq. R bərabərdir 3 çıx -1-in kvadratı üstəgəl -2 çıx 1-in kvadratı bərabərdir. Kök altında 4-ün kvadratı 16 üstəgəl -3-ün kvadratı 9. Kök altında 25, radius olur 5. Çevrənin tənliyini yazaq. X çıx x0 -1, yəni x üstəgəl 1-in kvadratı üstəgəl y çıx y0 1-in kvadratı bərabərdir 25.